Salam, hər birinizi xoş gördük, əziz abituriyentlər. Bildiyimiz kimi bugün 7 iyun 2026-cı ildə artıq 4-cü qrupların 1-ci cəhd blok imtahanı baş tutdu. Siz ekranda gördüyünüz suallar da məhz elə bu 1-ci cəhd blok imtahanının suallarıdır. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Bir daha qısa xatırlatma eləmək istəyirəm ki, mən sualları etalon üzərindən çəkmirəm. Ona görə sualda hər hansı bir diqqətsizlik, yaxud da ki bir qüsur varsa, buyurun şərh bölməsində yazın. Cavablar məlum olmadan öncə sizlərə dəstək üçün mən bu videoları çəkirəm ki, siz bir qədər hardasa 95% öz nəticələrinizi yoxlaya biləsiniz. Gəlin elə birinci sualdan başlayaq. İnsanda hansı vəzi həm daxili, həm də xarici sekresiya funksiyasını yerinə yetirir? Söhbət qarışıq sekresiya vəzlərindən gedirsə, əlbəttə ki, siz burada mədə-altı vəzni götürəcəksiniz. Yaşıl quş mamırının çoxalmasını əks elətdirən sxemdə göstərilən bütün hüceyrələrin xromosom yığımının cəmini nəyə bərabərdir? Yəni, sizə hüceyrələr verilib, bu hüceyrələrin xromosom yığımlarının cəmini hesablamağımızı istəyir. Gəlin, əvvəlcə hər bir hüceyrənin xromosom yığımlarına baxaq. Görürsünüz, bu sual kitabçası olduğuna görə, bu sual kitabçasının üzərində bəzi qeydlər var. İnşallah siz bunu nöqsan və qüsur kimi görməzsiniz. Gəlin baxaq, spor deyirsə, biz burada N xromosomu götürməliyik. Sporun xromosom sayı N. Protonemanın yaşıl quş mamırı olduğuna görə N xromosom sayı götürürük. Erkək gametofit hüceyrəsi, yəni artıq erkək bitki kimi götürə bilərik. Yetkin erkək bitki N-dir, dişi gametofitdə N-dir. Spermatozoid N-dir. Yumurta hüceyrə N-dir, zigotu 2N götürəcəksiniz, qutucuğun divarını isə 2N götürəcəksiniz. Gəlin rəqəmləri cəmləyək. 2, 3, 4, 5, 6, 8, 10N. Cavab 10N Y bəndi olaraq götürə bilərik. Sağlam insan qanında adrenalinin miqdarının zamandan asıllıq qrafiki verilib. T1, T2 intervalında nə baş verə bilər? Əvvəlcə T1 və T2 intervalına baxaq. Görürük ki, adrenalinin qanda miqdarı azalmışdır. Adrenalinin qanda miqdarı azalıbsa, nələri doğru götürə bilərəm? Qan təzyiqi yüksəlməz, ürəyin işi güclənməz, nəbz vurğularının sayı azalar, glikozanın qanda miqdarı azalar və deyir, glikozanın qanda miqdarı artar, səhvdir və 3 və 4 bəndi olaraq B bəndini götürə bilərik. Uyğunluğu müəyyən eləyin. Ürək boşluğunda yalnız arterial qan olsun. Bu heyvanlar içərisində ürək boşluğunda yalnız arterial qan olan B heyvanını götürə bilərəm, o da molluskadır. Ürək boşluğunda həm venoz, həm arterial qan istəyirsə, quş və məməli götürə bilərəm, A və D bəndi yaza bilərəm. Ürək boşluğundan keçən qan nə venoz, nə arterialdır. Bunu isə həşərat götürərəm, çünki onların qanı oksigen daşımır. Beləliklə, mən 1-ə B bəndi, 2-yə A, D, 3-ə isə C bəndi işarələdim. Y bəndini isə ürəyində venoz qan olan, demək, qığırdaqlı balığı heç birinə aid eləmədim. DNT molekulunda ölçüsü guaninin ölçüsünə bərabərdir. Guaninin ölçüsünə bərabər adenindir. Və söhbət guanindən getmir, azot əsası yoxdur. Yəni, hansı guaninin ölçüsünə bərabər olan adenin azot əsası yoxdur. Baxın, burada molekulda dediyinə görə adenin yoxdursa, burada timin də yoxdur. Molekulda komplementarlıq nəzər alınır. Deməli, burada adenin və timin yoxdur. Üzünü köçürmə prosesində neçə növ azot əsası iştirak eləyər? Azot əsası olması fikrinə baxaq. Deməli, nukleotit soruşmur, azot əsasıdır. Burada guanin və sitozin var. Qarşı tərəfdə də azot əsası olaraq, nukleotit olaraq yox. Siz də bilirsiniz ki, qarşı tərəfdə üzünü köçürmədə, məlumat RNT-sində bunların qarşısında, guaninin qarşısında sitozin duracaq, sitozin də qarşısında guanin duracaq. Sözsüz. Lakin, burada mən zəncir çəkdim. Bu 3 qat rabitə sözü, burada bu rabitə düzgün deyil. Gəlin, baxaq, bu rabitəni buradan silək. Çünki bu DNT molekul deyil. Yenidən yazaq. Deməli, bildik ki, adenin və timinimiz yoxdur. Deməli, guaninimiz var və sitozimiz var. Bu DNT molekulundadır. Üzünü köçürmədə də yenə sitozin və guanin iştirak eləyəcək. Azot əsası sözü dediyinə görə 2 azot əsası götürürük. Nukleotit sözü işlətsəydi 4 götürərdik. Amma burada azot əsası soruşur. Zəncir otunun, quş əppəyinin, xanım otunun, mərci, tütün, quduz otu və eşək qanqalı
Demək, düstura əsasən elementlərinin çiçək düsturunda olan struktur elementlərinin sayının cəmini ardıcıl düzməyimizi istəyir. Çiçək düsturunda olan, sözsüz nə etməliyik? Biz artıq bunların çiçək düsturunda olan struktur elementlərini yazmalıyıq. Zəncirotu K0, L5, Y5, D1. Görürük mü? Zəncirotunun struktur elementi 11'dir. Sonra quşəbbəyi istəyir. Gəlin buradan yazaq. K4, L4, Y6, D1. Baxın, görürük burada struktur elementlərinin cəmini istəyirsə 16 yazırıq. Sonra xanım otu istəyir. Xanım otu badımcan çiçəklər fəsiləsidir. K5, L5, Y5, D1. Burada da 16 gəldi. Sonra mərci istəyirsə paxlalılar fəsiləsidir. K5, L5, Y10, D1. Burada 21'dir. Daha bir də düstur yazmayaq. 21'dir struktur elementləri. Sonra tütündə yenə, bax tütünlə xanım otu eyni olduğuna görə 16. Quduz otu quşəbbəyi ilə eyni olduğuna görə yenə 16. Eşək qanqalı zəncir otu ilə eyni olduğuna görə 11. Baxın, 11-dən 16, 21'ə qalxıram eyni. Baxın, C bəndi biz belə məsələlər və ya belə testlər işləmişik, amma orada struktur elementi yox, erkəkçiklərin sayını soruşur. Demək olar ki, eyni model testi. Uyğunluğu müəyyən eləyək. Adi şamın sarımtıl yaşıl qozası və darının süpürgə çiçək qruplarından birdə oxşar cəhətini seçməliyik. Tozlanmada iştirak eləyir. Bəli, həm adi şamın sarı qozaları, həm də darının süpürgə çiçək qrupu tozlanmada iştirak eləyir. Baxaq, haploid və diploid xromosom yığımlı hüceyrələr ola bilərmi? Bəli, əgər tozcuqlardırsa, süpürgə çiçək qrupunda da erkək qametlər, dişi qametlər yaranırsa, burada həm haploid, həm diploid hüceyrələr ola bilər. İndi erkəkcik sapına malikdir. Baxın, şamlarda, çılpaq toxumlarda erkəkcik yoxdur. Ona görə mən erkəkcik sapına malikdir fikrini hansı bitkilər üçün götürürəm? Bax, heç iki ifadəsinə də erkəkcik sapına malikdiri götürmürəm. Örtülü toxumlu üçün götürürəm, erkəkcik sapına malikdir. Mayalanma prosesi getmir. Harda? Məsələn, C bəndini ikiyə aid eləyə bilərəm ki, erkək qozada, nə də qarğıdalının süpürgə çiçək qrupu erkəyin əlamətini daşıdığına görə orada mayalanma prosesi getmir. C-ni bura aid elədim. Çiçək pulcuğu və çiçək pərdəciyinə malikdir. Bu taxıllar üçün keçərlidir. Ona görə mən D bəndini bura aid eləyirəm. Gəlin baxaq. A, Y, C, B, D bəndini B bəndində vermiş olduq. Əgər hər hansı bir suala qarşı fikriniz fərqlidirsə, kommentlərdə mədəni bir şəkildə sizlərin fikirlərini oxuya bilərəm. Bitki toxumunun hansı hissəsi ziqotdan əmələ gəlməyib? Bunun üçün biz toxumun hissələrini bilməliyik. Baxın, mən elə birbaşa qeyd eləyirəm ki, 1, 2, 3, 4 rüşeyimin hissələridir. Çünki 1 rüşeyimin tumurcuğudur, 2 rüşeyim gövdəciyidir, 3 rüşeyimin kökçüyüdür, 4 ləpə yarpağıdır. Bunlar rüşeyimdirsə ziqotdan əmələ gəlib və 5 istəyirsə 5 toxum qabığıdır. Mən düşünürəm, toxum qabığı isə ziqotdan yaranmayıb. Toxum qabığı yalnız ana bitkinin əlamətlərini daşıyır. Növbəti suala keçirik. Hansı müddəaların normal inkişaf edən 6 aylıq qız uşağına aid eləmək olar? Qız uşağı 6 aylıqdır, artıq doğulubdur. Yumurtalıqda yetişməmiş yumurta hüceyrələr olar. Əlbəttə, yeni doğulmuş qız uşağında 400 minə qədər hər yumurta hüceyrədə yumurtalığında yetişməmiş yumurta hüceyrələr var. İnkişafın postembriyonal dövrü embriyonal dövründən uzundur. Postembriyonal dövrü uşaq 6 aylıqdır, amma embriyonal dövrü anasının qarnında 9 aydır. Ona görə bu fikir doğru deyil ki, postembriyonal embriyonaldan uzundur. 6 ayında bu uşağın süd dişləri çıxa bilər. Böyük yazı dişləri ömürdə bir dəfə çıxar. O da neçə yaşdan sonra? 12 yaşdan süd dişlərinin içərisində böyük yazı dişləri olmur. Qarışıq sekresiya vəzisinə malikdir, əlbəttə. Əgər sağlam uşaqdırsa, ən azından məadaltı vəzi fəaliyyətə başlayıb. Qarışıq sekresiya və yumurtalıqları da var, malikdir deyir. Heç fəaliyyətə başlayıb demir. Əlbəttə, bunun həm yumurtalığı var, həm də məadaltı vəzisi var. Yaslı dövrü keçirir, yaslı bağçaya qədər dövrdür. 1 yaşdan 3 yaşa qədər olan dövrdür. Altını düşünmürəm. 1, 3, 5 olaraq düşünürəm və B bəndini götürürəm.
10 nömrəli sualda belə tipli məsələlər və yaxud belə tipli testlər biz işləmişik. Gəlin baxaq. Coğrafi növ əmələ gəlmə, ekoloji növ əmələ gəlmə. Divergensiya xarakteri daşıyır. Burada yeni növ əmələ gəldiyinə görə hər ikisi divergensiya daşıyacaq. Ona görə mən biri aid eləyirəm. Və populyasiyanın gen tərkibi dəyişir. Hər ikisində populyasiyanın gen tərkibi dəyişər. Çünki populyasiyanın gen tərkibi dəyişməsə yeni növlər yaranmaz. Beləliklə 1-5-i aid elədim. Areal dəyişmir. Bu sözü biz kimə aid eləyirik? Ekoloji növ əmələ gəlməyə. Daur qaraşamı coğrafi növ əmələ gəlməyə. Arı quşu ekoloji növ əmələ gəlməyə. İnci çiçəyinin növləri isə əlbəttə coğrafi növ əmələ gəlməyə. 3-6 deməli 1-5-i 3-ə veririk. Bəli, Y bəndini götürə bilərik. Demək, çoban yastığı və bal arısının arasında tozlanması canlılar arasında münasibətdən hansına aiddir? Bitkidir, bir də həşəratdır. Hər ikisi bu münasibətdən faydalanır. Mutualizmdir, yəni bu suala uzun-uzadı izah verməyə ehtiyac yoxdur. Şəkildə bağırsaq boşluqlar tipinə aid olan canlının meduzadır. Həyat dövriyyəsi əks olunub, doğru mülahizələri müəyyən edin. Gəlin baxaq. Meduzanın birinci mərhələsi düşünürəm ki, bax, yumurta hüceyrə, birinci mərhələsi spermatozoid, ikinci mərhələsi yumurta hüceyrədir. 3 zigotdur, 4 planuladır, 5 isə yeni fərddir, polipdir. Gəlin baxaq, 1 və 2 bir hüceyrədən ibarətdir. Yumurta hüceyrə və spermatozoid olduğuna görə, bəli, 1 və 2 bir hüceyrədən ibarət ola bilər. Postembriyonalı düzünədir. Burada sürfə mərhələsi olduğuna görə düzünə götürmürük. Hermafrodit heyvanın çarpazlaşmasıdır. Bağırsaq boşluqların içərisində meduzalar hermafrodit deyil, ayrı cinsiyyətlidir. Amma hidralar istəsəydi, hidraların həm ayrı cinsiyyətli, həm də hermafrodit nümayəndələri var. 1, 4, 5-də diploid hüceyrələrdən təşkil olunub. 4 və 5 diploid ola bilər, amma bir spermatozoid olduğuna görə o diploid hüceyrədən ibarət ola bilməz. 3, deməli 3 nədir? 3 bizim zigotumuzdur. 5 isə bilavasitə planula əmələ gəlir. Zigotdan planula əmələ gələ bilər, amma 5-də isə bilavasitə planuladan əmələ gəlir. Demək, zigotdan planula, zigot planuladan əmələ gəlmir. Zigotdan planula əmələ gəlir. Demək istəyirəm ki, 3-4-dən əmələ gələ bilməz. Ona görə burada mən düşünürəm A bəndi daha doğru cavabdır. Davam edirik. Eyler-Venn diaqramına uyğun kükürt bakteriyaları və qırmızı bakteriyalar haqqında fikir söyləyəcəyik. Produsent canlılar olsa da oksigen qazı sintez etmirlər fikri. Baxın, kükürt bakteriyalarda, qırmızı bakteriyalarda produsent canlılardır. Heç biri oksigen xaric eləmir. Qırmızı bakteriyalarda fotosintez eləyirdik, amma yenə də oksigen xaric eləmir. Bir fikrini ortaya aid eləyirəm. Fəaliyyəti nəticəsində kükürd əmələ gəlir. Düşünürəm ki, həm kükürt bakteriyalarının, həm də ki, deməli, qırmızı bakteriyalarda sərbəst kükürt reaksiyanda xatırlayırsınız, əmələ gələ bilər. Fotosintez edici pigmentə malikdir. Fotosintez edici pigmentə malikdir fikrini mən aid eləyirəm 3-ə. Çünki fotosintezi kim həyata keçirirsə, fotosintez edici pigmentdə ondadır. Və 4. Qeyri-üzüm maddədən üzüm maddələrin sintezi üçün kimyəvi reaksiyalar bu kükürt bakteriyalarıdır. Xlorofil sərbəst toplazmada yerləşir fikrini qırmızı bakteriyalara aid eləyirdik. Siyanobakteriyalarda isə fotosintez edici membranda yerləşir deyirdik. 4, 1, 2 və 3, 5 cavabı D bəndində verilib. Hansı yeraltı şəkil dəyişmələrdə təpə və yan tumurcuqları ola bilər? Deməli, gəlin bu suala belə yanaşaq. Təpə və yan tumurcuğu ola bilər sözünü mən gövdə üçün götürə bilərəm, düzdürmü? Mən düşünürəm ki, təpə və yan tumurcuqlar gövdədə olar. Ona görə də elə birbaşa gövdənin şəkil dəyişmələrini seçirəm. Uşaqlar, 4-də isə əlavə və yan tumurcuqların şəkil dəyişməsi olduğundan orada təpə tumurcuğuna rast gəlmək olmaz. Cavab 1, 2, 3 Y bəndi olaraq götürək. Gəlin növbəti suala keçək. Bu da maraqlı sualdır. Ən bəyəndiyim suallardan biridir. Müəlliflərə də təşəkkür eləyirəm. Beləliklə, autosom dominant tipli xəstəlikdir. Bax, birinci, autosom dominant tipli. Marfan sindromu autosom dominant tiplidir. Polidaktiliya da autosom dominant tiplidir. Birə AD ilə başlayıram. Bax, Y bəndində AD ilə başlayıram. Amma yenə də digər bəndləri yoxlamaqda fayda var. İkinci, autosom resesiv tipli xəstəlikdir. Albinizm xəstəliyini, bəli,
Talasemiya, albinizm, fenilketonuriyanı misal göstərərək B uyğun gəldi. 3-də X xromosomla ilişikli keçirsə hemofiliyadır. 4-də Y xromosomla keçirsə Y bəndi pulcuqlu dəridir. Beləliklə A, D, B-si və Y bəndi tam mənim cavabıma uyğundur. Quşun ön ətrafının qurşaq hissəsinə aid olan sümükləri müəyyən eləyin. Qurşaq hissəsinə quşda 6 sümük daxildir. 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü və quşların körpücük sümükləri birləşib çəngəl əmələ gətirirdi. Körpücük sümüyü 3-dür və gəlib döş sümüyünə birləşən qarğa sümüyüdür. 5 isə onun kürək sümüyüdür. 2, 3, 5 bəndlərini seçirəmsə D bəndi oldu. Pankreatit xəstəliyi nədir uşaqlar? Pankreatit xəstəliyi məədaltı vəzi karbohidratı həzm eləmir. Məədaltı vəzin axarı açılırdı nazik bağırsağa, yəni 12 barmaq bağırsağa, lakin orada karbohidratın həzmi pozulurdu. Baxaq, məədaltı vəzin xarici sekretor funksiyası pozulur, bəli. Məədaltı vəzin ifraz elədiyi amilazanın miqdarı artırmı? Xeyr. Vurğuluyuram ki, amilaza, yəni karbohidratı parçalayan fermenti, onu artırsam pankreatit xəstəliyi yaranmaz. Bağırsaq möhtəviyyatında turş mühit olur. Bəli, bağırsaq möhtəviyyatında turş mühit yarandığına görə də karbohidratın həzmi pozulur. Yalnız karbohidratın həzmi pozulur, doğru fikir düşünmürəm. Zaten 1, 3, 4 bəndi də bizə verilməyib. Həm karbohidratın, həm zülalın, həm yağın həzmi pozulur, götürə bilərəmmi? Düşünürəm 1, 3, 5 cavabı doğrudur. Gəlin, əksər hallarda mədə şirəsində pepsinin miqdarı azalır. Bu məədaltı vəzi ilə bağlı olduğuna görə mədədə olan proseslərə aidiyyatı yoxdur. Cinsi çoxalmada əmələ gələn hansı canlının genotipi yalnız ananın qametinin genotipi ilə eynidir? Mayalanma getmədən yaranan bir fərd götürməlisiniz. Partenogeniz olsun ki, o canlı yalnız ananın qametindən yaransın. Çox vaxt itirməyək, mayalanma getmədən erkək bal arısını götürək. Fərdi seçməni xatırlayaq. Fərdi seçmə bitkilərə tətbiq olunurdu. Öz-özünə tozlanan canlılara tətbiq olunur. Fərdi seçmə homozigotların artmasına səbəb olur. Baxaq, və əlaməti möhkəmləndirilməsinə sərf olunur. Baxın, əlaməti möhkəmləndirir, homozigotların sayı artır. Tozcuq dənəsi və rüşeym kisəsi ayrı-ayrı olan çiçəklərə tətbiq olunur. Bitki öz-özünə tozlanırsa, tozcuqdan 2 evli bitkilərə tətbiq oluna bilməz. 3-ü seçmirsiniz. Heterozigot genotipli fərdlərin sayı artır. Bu isə kütləvi seçməyə aiddir. 1-2 cavabı isə C bəndində verilib. İnsan orqanizmində əzələ toxmasının növü üçün uyğunluğu müəyyən eləyin. Şəkildən də görürsünüz ki, bu saya əzələdir. Bu isə saya əzələ. Bu isə eninə zolaqlı əzələdir. Eninə zolaqlı əzələdir. Gəlin baxaq. İşi qeyri-iradidir. Əlbəttə mən 1-ə A. Baxın, A bəndinə işi qeyri-iradidir. A bəndinə aid eləyəcəm. Və işi avtonom sinir sistemi ilə idarə olunurmu? Bəli. Burada bir balaca gəlin təmizlik iş yaparaq. Çünki artıq saya sözü variantlarla qarışdı. Yenidən yazacağım. Bir qədər səbirli olaq. Deməli, mən burada saya yazıram. Burada isə eninə zolaqlı yazmışam və A bəndini aid elədim 1-ə. Və deyirəm ki, işi avtonomdur. Yəni, qeyri-iradi orqan olduğuna görə işi avtonomduru. Düşünürəm ki, baxın, Y bəndini də yenə elə. Niyə mən eninə zolaqlı əzələyə avtonomu aid eləmirəm? Çünki somatik sinir sistemi də onu idarə eləyə bilər. Əlimizdə, qolumuzda, hətta dilimizdə belə eninə zolaqlı əzələlər var və onların işi somatik sinir sistemi ilə də idarə olunur. Yığılma və boşalma qabiliyyətinə malikdir. Bunu mən hər ikisinə götürürəm. B bəndi. Udlaq və qırtlaq əzələləri. Uda bilirəmsə, qırtlağımdan qidanı keçirə bilirəmsə, düşünürəm ki, eninə zolaqlı əzələdir. Mezoderma mənşəllidir. Əzələlər hər ikisi, həm saya, həm eninə zolaqlı mezoderma mənşəllidir. 1-ə A, Y, 2-yə B, D, 3-ə isə C bəndi C-də verilib. Yetkin X bir canlıdır və mən X-i təyin eləməliyəm. Borulu sinir sistemi yoxdur, qanda karbon qazı yoxdur. Qanı karbon qazı daşımır sözünə görə, baxın, mən xərçəngləri çıxıram. Çünki onun qəlsəmələri var. Qanı, oksigen və karbon qazı daşıyır. Və qanı, karbon bığcıqları var və xitin örtüyü var. Düşünürəm ki, xaçlı hörümçəyin bığcıqları yoxdur. Ona görə mən xaçlı hörümçəyi də götürmürəm. May böcəyi və kəpənək isə tam olaraq sualın cavab vermiş olur. Baxaq, duyğu orqanlarının xəstəliyi deyil. Qurd xəstəliklərini çıxaq. 2, 3 çıxdım, serozu çıxdım demək.
Beləliklə, katarak göz xəstəliyidir, otoskleroz qulaqda olan xəstəlikdir. 1, 5, 6 bəndi D bəndində verilib. Ən maraqlı suallardan biridir və belə məsələlər demək, dimdə o qədər də yoxdur. Gəlin, baxaq. Mən necə yanaşıram? Əvvəlcə onu demək istəyirəm suala. Baxaq belə. Demək, yer ayırmaq üçün belə eləyirəm. Gəlin, baxaq. Demək, mən suala necə yanaşıram? Azot əsaslarının əmələ gətirdiyi rabitə deyir, demək 4400-dür. Azot əsaslarını nə götürə bilərik? DNT molekulundan söhbət gedir. Gəlin, burada ən azından heç olmasa 4 dənə azot əsası çəkək. Timin çəkək, təzədən timin yazaq, guanin yazaq, sitozin yazaq və burada rabitələr də qoyacam. 3 qat rabitə sitozin, 2 qat rabitə adenin. Və pentozanı məndən soruşduğuna görə və burada mən pentoza da çəkməliyəm. Və pentozalar arasında belə bir rabitə də var. Bilirsiniz, nukleotidlər arası rabitədən söhbət gedir. Düşünürəm, bir tərəf üçün bəsdir. Baxın, bu rabitələri də düzəltdim. Deməli, mən suala necə yanaşıram? Hidrogen rabitələrin sayı 2400-dür. Azot əsaslarının əmələ gətirdiyi rabitələr 4400-dür. Mən 4400-dən 2400-ü çıxıram. Və düşünürəm ki, DNT molekulunda 2000 nukleotid var. 2000 azot əsası var. Azot əsasları var və azot əsaslarının 2000 olduğunu bildik. 1000 dənəsi bir zəncirdədir, 1000 dənəsi qarşı zəncirdədir. Pentozaların əmələ gətirdiyi rabitələrin sayına baxaq. Gəlin, 4 dənə azot əsasının pentozalarının əmələ gətirdiyi rabitəyə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bir tərəfdə mənim pentozamın əmələ gətirdiyi rabitə 11-dir. Digər tərəfdə isə yenə demək 8 nukleotid üçün hesablayırıq. Əmələ gətirdiyi pentozanın əmələ gətirdiyi rabitə yenə 11-dir. Ümumilikdə, üzr istəyirəm, ümumilikdə DNT molekulunda mənim pentozalarımın əmələ gətirdiyi rabitələrim 22 oldu. Beləliklə, mən neçə nukleotidi götürdüm ki, 22 oldu. Baxın, 8 nukleotid götürdüm. 4 dənə bu tərəfdə, qarşı tərəfdə də 4 dənə. Deməli, 3-ən çıxaq 1 düsturuna baxaq. 3-ən çıxaq 1 düsturuna baxaq. 3-ən çıxaq 1 düsturu 22 verərmi? 3-ən çıxaq 2, üzr istəyirəm. Baxın, bu düsturla, 3-ən çıxaq 2 düsturundan mən pentozanın yaratdığı rabitəli, yəni 22-ni tapa bilərəmmi? 3 vuraq 8 çıxaq 2 neçə elədi? 22 elədi. Beləliklə, mən pentozaların əmələ gətirdiyi rabitəni 3-ən çıxaq 2 düsturu ilə hesablaya bildim. Gəlin, eyni şeyi 2000 rabitə üçün eləyək. 3-ü vuraram 2000-ə, olar 6000 və 2 çıxaram, olar 5998. Ümid eləyirəm ki, siz də bu rəqəmlə razılaşarsınız. Sizin fərqli həll yollarınız varsa, buyurun, kommentlərdə bildirin. Hər birinizin fikri mənim üçün önəmlidir. 24-cü suala keçək. Və bunun üçün əvvəlcə mən lövhədə bir balaca təmizlik işləri aparım ki, lövhəmiz səliqəsiz görsənməsin. 24-cü suala başlayırıq. Beləliklə, 24-cü sualda mənə deyir ki, insanın bədənində hansı çevrilmə prosesi gedə bilər? Və insanın bədənində hansı çevrilmə? Biz bilirik ki, exnikokdan danışılırsa, biz insan, exnikokun aralıq sahibidir. Ona görə, baxın, yetkin fərd və yumurta mərhələlərini mən ona aid eləmirəm. Yetkin fərd və yumurta mərhələləri əsas sahibin bədənində olar. Beləliklə, yumurtadan 6 qarmaqlı sürfə, bəli, yumurta insana yoluxursa, iti pişiyi sığallayırıqsa, 6 qarmaqlı sürfə, hətta 6 qarmaqlı sürfə inkişaf eləyib finna mərhələsi də əmələ gətirə bilər. Ona görə cavab 2-3 olduğunu düşünürəm. Verilən canlıya, yəni qurbağaya aid doğru mülahizələri müəyyən edin. Ürək boşluğunda 2 növ qandır, yox. Həm arterial, həm venos, həm də qarışıq qandır. Döş sümüyü gövdə skeletinə aid deyil, 2 doğrudur. Bədən temperaturu xarici mühitin temperaturundan asılı olmaması
əksinə asılıdır. Uzun borlu sümüklərin postembrional dövrdə əmələ gəlməsi doğrudur. Postembrional dövrdə hiss orqanlarının sayının azalması doğrudur, yan xəttini itirir. Ontogenezində bir növ tənəffüs orqanı, bax, xarici gəlsəməsi var, daxili gəlsəməsi var, ağciyəri var, dərisi var. Bunun bir növ tənəffüs orqanı yoxdur. 2, 4 və 5 bəndlərinin düzgün olduğunu düşünürəm. Xlomidominadaya baxaq. Bu tərəfi silməmişəm. Xlomidominada məsələsinə baxaq. Beləliklə, xlomidominadadır. Ontogenezində həm haploid, həm diploid xromosom yığımı hüceyrələrə rast gələ bilərəmmi? Bəli, zigot olsa diploid olacaq. Yalnız cinsi yolla çoxalır, yox. Zigotu mitoz yolla bölünür, doğru deyil. Zigotu meyoz yolla bölünür, doğrudur. Yalnız hazır üzü maddələrlə qidalana bilər. Düşünürəm ki, bu bənd də doğrudur. Deyərsiniz ki, niyə? Çünki xlomidominada səhər fotosintez eləyir, hazır üzü maddələr hazırlayır, bədənində toplayır. Axşam günəş enerjisi olmur. Sözsüz ki, o, yaratdığı hazır üzü maddələrdən gecədən səhərə qədər istifadə eləməlidir. Ona görə 1, 4, 5 bəndini doğru düşünürəm. Uyğunluğu müəyyən eləyin. Fotosintez pigmenti əmələ gəldi. Arxeydə. İlk dəfə toxumla çoxalan bitkilər əmələ gəldiyi era istəyirsə, çılpaq toxumlara görə paleozoy götürəcəm. C bəndi. Bitkilərin bir toxumun əmələ gəlməsində ilk dəfə kisperm iştirak eləyir. Örtül toxumlar təbaşir dövründə əmələ gəlib. Ona görə mezozoy götürürəm, Y bəndi. Bir hamiləliyi olan, ilk hamiləliyi olan sağlam qadındır. Şəkildə göstərilən orqanları ultrasəs müayinəsi eləyir və əkiz uşaqlara hamilədir qadın. Hamiləliyin 5 aylıq müddətindədir. Eyni yumurta əkizləridir və cinsi də oğlandır. Əkizlərin ontogenezi hansı orqanda başlayır? Mayalanma, baxın, harda gedir? Yumurta borularında getdiyinə görə elə ontogenez C orqanında başlayır. Həmin orqanı sinirləndirən simpatik sinirlər baş və ya onurğa beynin hansı şöbəsindən? Yumurtalığa gələn orqanı, yumurtalığı sinirləndirən onurğa beynin onurğa beynin bel şöbəsindən. Çünki döş yuxarıdadır, bel aşağıdadır. Yumurtalığa gələn simpatik sinir beldən çıxar. Və cavab vərəqini cədvəli tamamlayın. 29-cu sualı mən görmürəm. Uşaqların dediyinə görə, yəni oradan imtahandan çıxan abituriyentlərin dediyinə görə suala yanaşacağım. Orada cədvəl verilib. Cədvəldə deyilir ki, sarı cisim və ciftin sayını göstərin. Müvəqqəti daxili sekresiya vəzlərinin sayını göstərin. Düşünürəm ki, sarı cisim 1 dənə olacaq. Deyərsiniz, nə üçün? Çünki bu uşaq 3 dənə uşaq olmağına baxmayaraq bir yumurta hüceyrənin mayalanmasından əmələ gəlir. Cift də eyni yumurta əkizləri olduğuna görə 1 dənə cift. Beləliklə, burada sarı cisim və cift 1 daxili müvəqqəti daxili sekresiya vəzisi var. Və yenə deyirəm, abituriyentlərin dediyinə görə bunların müddətini soruşur ki, sarı cisim nə qədər müddət hormon ifraz eləyir, cift nə qədər müddət hormon ifraz eləyir. Gəlin baxaq, sarı cisim 3 ay müddətində qana hormon ifraz eləyib, bunun 2 ayı rüşey mərhələsinə düşüb, 1 ayı döl mərhələsinə düşüb. Cift isə yalnız döl mərhələsində hormon ifraz eləyib və müddət soruşarsa, 4-cü ay və 5-ci ay götürəcəksiniz. Yox, sadəcə hansı mərhələdə hormon ifraz eləyibsə, döl mərhələsində hormon ifraz eləyib. Bu əkizlər minimum neçə blastomerin bölünməsindən əmələ gəlib? Demək, abituriyentlər burada çaşıblar. Mən suala necə yanaşıram, ona baxaq. Gəlin, zigot 1 dənədir, 2 olur, 2-dən 4 olur, 4-dən də 8 olur. Və gəlin baxaq, 3 uşağa başlanğıc vermək üçün mən 2 blastomer götürə bilərəmmi? Xeyr. Sözsüz ki, mən burada 4 blastomer götürməliyəm. Minimum 4 blastomerdən 3 uşaq yarana bilər. Və B orqanı nədir? Yumurtalıqdır. Xromosom müxtəlifliyi qadın olduğuna görə onun xromosom müxtəlifliyi 23-dür. Əkizlərin birinin somatik hüceyrəsinin xromosom müxtəlifliyinə nisbətini istəyir. Əkizlər də oğlan olduğuna görə onların da xromosom müxtəlifliyi 24-dür. Beləliklə, əziz abituriyentlər və onlara dərs deyən müəllimlər, mən öz aspektimdən yanaşaraq suallara izah verdim. Xatırladım ki, etalon cavablar məndə yoxdur. İnşallah bu cavablarla 95-97% öz cavablarınızı yoxlayarsınız. Hər biriniz dəyərlisiniz, əziz abituriyentlər. Nəticəniz nə olur olsun, siz gələcəyin ən gözəl mütəxəssislərindən biri olacaqsınız. Siz bu mütəxəssis olaraq həkim də ola bilərsiniz, müəllim də ola bilərsiniz, psixoloq da ola bilərsiniz.
Əsas həkim olmaq və ya müəllim olmaq deyil. Hansı peşəni olursan ol, gözəl mütəxəssis ol. Azərbaycan üçün, gələcək respublikamızın inkişafı üçün gözəl mütəxəssislər çox önəmlidir. Təşəkkür edirəm. Yolunuz açıq olsun əziz abituriyentlər. Sağ olun.